Herkese salam. Videoma kanalıma hoş geldiniz. Ben Fidan İbrahim'i tanımayanlar için bugün sizlerle birlikte tətil vlog çəkirəm. Anama sürpriz eləyəcəyik. Anamın çünki dünən doğum günüydü. Ama bugün keçiriləcəyik. Atam anama sürpriz eləyəcək. Ama anam bilmir hara gedəcəyimizi. Sadəcə demişik ki, havuz olan bir yere gedəcəyik. O da bizim için panikler götürdü. Ama biz bilirik hara gedəcəyimizi. Ama siz de videoda öğrenirsiniz. Çiçek gibi tazecik, kıymetli bir tanecik ana süt. Otele geldik ve biz kardeşlerde kalacağız. Onu dememiştim sahip. Ve paniklerimiz falan giyindik. Havuza gireceğiz şimdi. Biraz da zaqara aldım. İndi sizə səhər zavtırk eləməmişdik deyə yemək yeyəcəyik. Biraz da gedib üzəcəm. Onu da sizlərə çəkərəm. Bir otağa əynimiz falan giyinəcəyik otaqda. Sonra sizə göstərərəm sizə. Sabah necəsiniz? İndi isə biz baseyndən çıxdıq və saat 6-da bağlanır baseyn. Ona görə çıxdıq və biraz güləşlənəcəm. Sabah da daha çox güləşlənməyi düşünürəm amma. Şimdi çıxdım. Saçlarımı qurdacağım. O qismini indi videoya qoyum. Saçımı falan kuruladıq. Biraz da kapattım. Burada sivilce falan çıxmışdı ona görə. Gediriksə, bilmirəm hara gedirik. Görərsiniz o da videoda. Gece geldim. Pijamalarımı falan giyindim rahatlamak için. Çay içeceğim. Bir de marketten aldığımız yeni çipsler çıkıp yani biz yeni gördük. Onları tadım test edeceğim sizlerle birlikte. Aha, yatağımdayım. Bakın. Bir çips almışım. Hangi bu? Şahsen bilmiyorum. Ama biberli falan acılı olan da düşünürüm. Evet düşünürüm. Bu da böyle tam da baharatlı yok. Pendir falan var yani.
göstəreyim bir dəqiqə. Baxın. Leysin mavi renkli var idi o. Elə onun dadını verir tam. Sadəcə şəkli başladı. Onun üzerinden 9 verirəm. Çünki biraz bir tık mənə biraz tuzlu çox gəldi elə bil. Bu da belədir. Buna baxaq. Çok da beğenmedim bunu. Yani ilk yiyəndə heç bir dad gəlmir. Biraz bir tık acılıq gəlir, bir tık o da. Sonra da gedir o. Yani belki çok yiyəndə biraz acı olabilir. Ona göre düşünürəm elə. Ama yani bu daha dadlıydı bence. Bu kadar da yok. Ona göre buna 10 üzerinden 7 falan veririm. Ama bu çok qəşəngdir. Yaşıma kalmıştı. 2.19'u deyəsən elə almışdım bunları. İndi isə hər hansı bir dizi tapacağım. Onlara bax-baxa yiyəcəm. Həm də özümə ayran da almışam. Artıq mən yatıram, sabah görüşərik. Artıq ikinci gündür və mən səhər durdum, saçımı falan düzəltdim, paltolarımı geyindim. Yemək də saat 9'da açılır. İndi ora gedirik. Çıxdıq, amma oteldən çıxandan sonra da bir dənə özəlliyi var ki, havuzun bitmə saatına qədər orada qala bilərsən də. Amma evi təhvil verməlisən ki, oranı təmizləsinlər, digər insanlar gəlsinlər. Sonra isə Qusara gəldik. İndi buradakı adlar nədir bunların? Onlara minirik. Saat eləməyəm.